Nəhayət ki, İsrail xalqı onlara vəd edilmiş torpaqlara girməyə hazırdır. Amma bu ərazidə artıq başqa xalqlar yaşayır. Bu yerlərdən biri də Yerixodur. Salam Rahab. Salam Zahir. Salamlaşmaq üçün nə gözəl gündür. Bir addım belə yaxınlaşma. Zahir, cavan oğlan, sən nə vaxtdan bu qadından danışırsan? O gündən ki biz... Bir də belə eləmə. O pis qadındır. Sən ona nə qulaq asmalı, nə də ona baxmalısan. Məni eşitdin Zahir? Yaxşı ana. Bu kimdir? Oy, yox. Bax, gör neynədin? Ay, bağışlayın, üzr istəyirəm. Amma İsraillilər Yerixoya yaxınlaşır. İsraillilər kimdir? Göyün və yerin Allahı olan Yahvenin xalqı. Biz burada öz tanrılarımıza ibadət edirik. Baal bizi qoruyacaq. Sağ ol Rahab. Hə, deməli belə baxaq. Əhməd, Əsəd, Truba. Məni qorxutdun, Rahab. Su gətirdin? Ana, şəhərimiz təhlükədədir. Edə biləcəyimiz də bir şey yoxdur. Əgər İsrail xalqı dediyiniz kimi Yerixonun yaxınlığında düşərgə salıbsa, biz müharibəyə hazırlaşmalıyıq. Mühafizəni 2 dəfə artırın. Yad adamları diqqətlə nəzərdən keçirin. Hava qaralmadan da şəhər darvazalarını bağlayın. Xalq yaxşı hazırlaşıb hökümdar. Ən əsası da bizim divarımız aşılmazdır. Padşah Sixon özünü güclü hesab edirdi, amma İsrail onları məğlub etdi. Padşah Og da eyni aqibəti yaşadı. Amma mən yox. Mən heç vaxt məğlub olmayacağam. Ya Rəbb, şəhəri əhatə edən divar çox böyükdür. Yeşua, qorxma, ruhdan da düşmə. Mən səninlə olacağam. Mən səni heç vaxt tərk etməyəcəyəm. Səni tək qoymayacağam. Rəbb Allahım, axı biz onları necə qalib gələ bilərik? Yeşua, xalqım İsrailə verməyi vəd etdiyim torpaq budur. Amma sən güclü və çox cəsarətli olmalısan. Nəhayət ki, vaxt gəlib çatdı. Yeşua, bir şey də var. Ehtiyatlı ol. Qulun Musanın sənə verdiyi qanunlara əməl et. Heç vaxt onlardan nə sağa, nə də sola uzaqlaşmayın. Onda getdiyin hər bir yerdə uğur qazanacaqsan. Sənin köməyinlə. Divar kimi böyük, həm də qaya kimi sərtdir. Çox hündürdür. Bütün şəhəri də əhatə eləyir. Belə bir divarla Yerixonu kim məğlub eləyə bilər? Allahın bizə vəd elədiyi torpağı necə alacağıq? Biz onu özümüz almayacağıq. Allah onu bizə verəcək. Mənə əmr etdi ki, şəhərin ətrafına dolanaq. Axı biz düşmənimiz haqqında, divarın arxasında nə ola biləcəyi haqda heç nə bilmirik. Zevah, səncə divarın arxasında nə olduğunu bilmək lazımdır? Onda niyə naxorla getmirsən? Gedin şəhərə baxın, gəlib gördüklərinizi danışın. Bizə arxayın ola bilərsən, Yeşua. Qoy Rəbbim qarşınızda geçsin. Naxor, tələsməliyik. Günəş batan kimi qapıları bağlayacaqlar. İndi dincəlib gecələmək üçün bir yer tapmaq lazımdır, Zeva. Gedək. Artıq gecdir. Getsən yaxşı olar, ana. Mənə kifayət qədər kömək etmisən. Mən getdim. Mənim üçün gün bitir. Sənin üçünsə gün yeni başlayır, mənim balam. Kaş ki, hər şey başqa cür olardı. Sabah qayıdacam. Ana, narahat olma. Bəlkə bir gün hər şey dəyişiləcək. Mən səni çox sevirəm.
Sizə sülh olsun. Biz səyahətçilərik. Xalqımız isə böyük və güclü xalqdır. Mümkünsə sizin evinizdə gecələyə bilərik. Razılaşma. Onlar İsraillidir. Əlbəttə, buyurun keçin. Xoş gəlmisiniz. Sizə nə təklif edə bilərəm? Bizə ancaq biraz su, yemək, bir də yatmağa yer lazımdır. Adım Rahavdır. Nəyəsə ehtiyacınız olsa, deyin. Çox minnətdarıq. Burada hamı yalançı tanrılara sitayiş eləyir. Buna görə də tezliklə məhv ediləcəkləri heç də təəccüblü deyil. Əslində Yerixona nə üçün gəlmisiniz? Səhər tezdən gedəcəyik, sadəcə yaxınlıqdan keçirdik. Ana, sənin köməyin lazımdır. Əl çək onlardan. Sən artıq getməlisən. Onlar İsraillidirlər. Səninlə necə sanalaşdıqlarını eşitdinmi? Bilirəm. Bu lap əladır. Qüdrətli Allahın xalqından olan 2 nəfər indi mənim evimdədir. Mənə də sülh arzuladılar. Sülh? Sən axı özün dedin ki, döyüşməyə gəliblər. Onlar Yerixonu almaq istəyirlər. Bizi də öldürəcəklər. Amma əgər onların Allahı onlarladırsa, biz heç nə edə bilmərik. Əlbəttə ki, edə bilərik. Onları padşahın mühafizəçilərinə təslim et. Əskərlərimiz qorxaqdır. Baş şahin, nə etsən də kömək eləmir. Bütün tanrılarımıza 2 qat artıq qurban təqdim edin. Sən sehirbazlarımızın ağasısan. Daha güclü ruhları və ulduzları çağır. Sən isə padşah sehirbazsan. İsraili lənətləmək üçün daha güclü sehirlər et. Hökümdar, 2 İsrailli ölkəmizə cəsus kimi gəlib. Onlar Rahav adlı qadının evindədirlər. İndi mən nə edim? Siz gücdən düşmüsünüz, general. Xeyr. Onda onları tutub yanıma gətirin. Baş üstə. General, əgər əxlaqsız Rahav hər hansı bir şəkildə onlara kömək etsə, öləcək. Əziz qonaqlar, yuxarıda sizin üçün yumuşaq və rahat yataq hazırlamışam. Başqa qonaqlar bizi narahat etməsin deyə, evinizin ən təhlükəsiz yeri haradır? Dama qalxın, özünüzü kətan dəstələri ilə örtün. Qoy qüdrətli Allah sənə mükafatını versin. Çox sağ olun. Ana, niyə pəncərənin yanında dayanmısan? Üşüyəcəksən axı. Uzaqdan atların səsini eşidirəm. Əskərlər ova çıxıblar. İsraillilərin burada bizimlə olduqlarını onlara deməliyik, yoxsa bir gün bizi də öldürəcəklər. Mən bunu etməyəcəm. Bu insanlar yerin və göyün Allahının qullarıdır. Padşahın adı naminə qapını açın. Naxor, onlar bizə görə gəliblər. Qorxma Zeva, Allah bizi qoruyacaq. Ana, axı biz Allaha qarşı necə döyüşə bilərik? Bu Allah bizim Allahımız deyil, Rahav. Sən onlara, onların Allahına görə canını verəcəksən, yoxsa bizi qoruyacaqsan. Ana, axı mən neyniyim? Onları təslim et. Bütün evi axtarın. 2 İsraillinin sənin evinə girdiyini görmüşük. Bəli, ağam. Amma hava qaralanda da getdilər. Qadın yalan danışırsa, öldürün onu. Onların kim olduğunu, haradan gəldiklərini bilmirəm. De onlara, Rahav. General, onların bu yolla getdiklərini gördüm. Hələ də onları tuta bilərsiniz. Ey əskərlər, düşün aşağı. Onların arxasıca gedirik. Sən xainə çevrildin. Zeva, əsmə. Yəni bu qədər qorxursan? Yox, sadəcə üşüdüm. Üşüdün? Necə? Axı bura çox istidir. Az qala əskərlər bizi tapacaqdılar. Əskərlər getdilər. Cəsarətli ol, Zeva. Bilirəm ki, İsrailin Allahı Rəbb bu torpağı sizə verib. Yerixoda olanların hər biri sizdən elə qorxur ki, qorxudan əsirik.
Siz bizdən qorxursunuz? Allahınız sizi Misirdən çıxaranda ortasından keçəsiniz deyə Qırmızı dənizin sularını necə qurutduğunu eşitmişik. İsrailin düşməni Allahımız haqqında necə bu cür danışa bilər? Düz deyirsən Raxav. Bizi Misirdən azad eləyən həmin Allahdır. Çayın o tayında yaşayan padşah Sixonla padşah Oqu da necə məğlub etdiyinizi eşitmişik. Yerixoda sizinlə vuruşmağa cəsarəti çatan bir nəfər də yoxdur. Raxav, xalqına qarşı çıxma. Ana, İsrailin Allahı şübhəsiz ki, bütün millətlərin Allahıdır. Sən İsrailin Allahına inanırsan? İsrailin Allahı göyün və yerin Allahıdır. Mənə and için ki, mən sizi xilas etdiyim kimi, siz də mənim, anamın, atamın, bütün qardaşlarımın həyatını xilas edəcəksiniz. Mənə söz verin ki, bizi ölümdən xilas edəcəksiniz. Söz veririk. Raxav, əgər bizi ələ verməsən, Allah Yerixonu bizə təslim eləyəndən sonra sözümüzü yerinə yetirəcəyik. Sizi ələ verməyəcəm. İndi gəlin gedək. Sən nə etdin Raxav? Evim divarın ən yuxarı hissəsində tikilib. Bu kəndirlə aşağı insəniz, şəhərdən çıxa biləcəksiniz. Uzaqda dağlarda gizlənsəniz, əskərlər sizi heç vaxt tapa bilməzlər. Biz yalnız burada, sənin evində, sənlə olan insanları xilas eləyəcəyik. Rahav! Rahav! Bu qırmızı kəndir bizim üçün yaxşı əlamət olar. Onu pəncərəyə bağla ki, qalib gəldiyimiz gün sənin evini tanıyaq. Yaxşı, bağlayaram. Bağışlayın general. Deyəsən dünən gecə Zavaqla Naxor qayıtmadığına görə narahatsınız, hə? Onlara görə də narahatam. Amma bütün gecəni tam başqa səbəbdən oyaq qalmışam. Yeşua, biz qayıtdıq. Naxor, Zeva, danış görək divarın o tayında nə gördünüz? Orada bir qadınla tanış olduq. Bura bax Zeva, boş-boş danışma. Sizin işiniz bu deyildi. Yeşua, icazə ver sözümü bitirim. Biz bir qadınla tanış olduq. Onun imanı var idi. Divarın arxasında da iman var. İnam? O Allahsız ölkədə? Hə, düz deyir. Raxav adlı yadilli qadın bizə kömək eləmək üçün həyatını təhlükəyə atdı. O bizim Allahımıza, onun bizə verdiyi vədlərə inanır. Maraqlıdır. Zeva, de görün bu qadın bizim tərəfimizdədir, yoxsa düşmənimizin tərəfində? O İsrailli deyil, amma düşmənimiz də deyil. Deyəsən, anlamağa başlayıram. Nə demək istəyirsən, Yeşua? Bir neçə gün əvvəl qəribə bir kişi əlində qılıncla mənə yaxınlaşdı. Hücum edib etməyəcəyini bilmədiyimə görə ondan soruşdum. Sən bizim tərəfimizdəsən, yoxsa düşmənin tərəfində? Zeva, o da mənə sənin kimi cavab verdi. Dedi ki, mən nə sizin, nə də onların tərəfində deyiləm. Bəs o kim idi? Yeşua, Allah bizə nə isə göstərir? Bəlkə onun ordusu İsrail ordusundan daha böyükdür. Yəqin ki, elədir. Hələ ki, bütün suallara cavabım yoxdur. Amma bir şeyə əminəm ki, artıq döyüş günü yaxındır. Nə edirsən Raxav? Mən bu kəndiri asıram. Bu İsraillilərin mənə söz verdiklərinə işarədir. Daha doğrusu sənin xəyanətinə işarədir. Bu həyatımızı xilas edəcək ana, onların Allahı şəhəri onlara təslim edəndə mənim evimdə olan heç kəsə pislik etməyəcəklər. Bəsdir onların Allah haqqında düşündün. Onlar bizə hücum edəcəklər. İndi biz aşağıda, məbəddə öz tanrılarımıza yalvarmalıyıq. Ana, hətta çoxlu Misir tanrıları belə onları məğlub edə bilmədi. Sən bu xalqdansan Raxav. Sən İsrailin düşmənisən. Sən bunu istəsən də, istəməsən də, İsraillilər Yerixonu işğal edəndə sən də bizimlə öləcəksən. Bütün qapılar möhkəm bağlanıb. Xalqımız təlim keçib. İstənilən hücuma da hazırıq.
Şəhərə girmək demək olar ki, mümkün deyil. Bəs 2 İsrailli cəsus necə girib? Gizlicə girib onlar. Onlar heç nə öyrənə bilmədilər. Qorxaq kimi qaçdılar. Heç vaxt onlar geri qayıtmayacaqlar. Qorxaq dedikləriniz geri qayıtdı, general. Bu isə o deməkdir ki, biz müharibə vəziyyətindəyik. Siz qorxudan əsirsiz? Yoxsa hər şey nəzarət altındadır? Xeyr, yəni, bəli, demək istəyirəm, yox. Hə. Həmən gün gəldi. Rahab, qapını aç. Yalvarıram. Zahir, sən burada nə edirsən? Mən çox qorxuram. Anamı tapa bilmirəm. Mənə qulaq as Zahir. Əgər həqiqətən də döyüş başlasa, gəl burada, mənim evimdə gizlən. Söz verirəm ki, burada sənə pis heç nə olmayacaq. Anamı axtarmalıyam. Bu yaxşı fürsətdir. Qapıdan keçsək, onları qəfil yaxalayarıq. Sən gözəl döyüşçüsən Zeva, amma Allah mənə aydın əmr verib. O bizim generalımızdır. Hələ də hücum yoxdur. Heç nə başa düşmürəm. Bəlkə də bütün bunlar bizi aldatmaq üçündür. Bir saniyə belə ayıqlığınızı itirməyin. İtirmərik. Ana, bilirəm mənimlə danışmaq istəmirsən. Amma yalvarıram, ailəni də götür mənim evimə gəl. Bizə burada da yaxşıdır. Axı niyə sənin evinə getməliyik? O İsraillilər söz verdilər ki, bizi xilas edəcəklər. Sən də inanırsan onlara? Onlar bizim düşmənimizdir. Ay ana, yalvarıram, mənim evimə gəl. Mən daha bezdim. Artıq 6 gündür ki, eyni günün yürüyüşü izləyirik. Bugün 7-ci gün olacaq. Doğrudurmu general? Doğrudur. Yalnız bugün dəyişiklik var. Əvvəlki günlərdə onlar bir dəfə yürüyüş edirdi. Bugün artıq yürüyüşləri 3 olub. Dövür vururlar. Mənim başım ərlənir. Bugün 3 dəfə? Onda məbəddə daha çox qurban təqdim edin. Daha güclü ruhlara, daha səylə yalvarın. İsrailə qarşı ən güclü lənətlərinizi istəyirəm. Yeşua, bəs nə vaxt? Zeva, biz Allaha güvənib gözləyəcəyik. Bugün 7-ci dəfə olacaq. Bəs məni xilas etməyə nə vaxt gələcəklər? Ana, nə yaxşı gəldin. Ata, Əhməd, Əsəd, Ruba. Rahab, yəqin sənin evin daha təhlükəsizdir. Əgər İsraillilər Yerixonun darvazalarından girsələr, biz də casusların etdiyi kimi divardan enib qaçarıq. Buna ehtiyac olmayacaq. Biz sadəcə gözləməli və inanmalıyıq. Var gücünüzlə qışqırın, çünki Allah Yerixonu bizə verdi. İndi şəhəri ələ keçirin. Naxo, Zevah, indi nə etməli olduğunuzu bilirsiniz. Mənim padşahlığım dağılır. Sən heç etmirsən? Divarın dağılması planımızda yox idi. Lənətə gəlmiş İsraillilər. Biz öləcəyik. Rahab,
Axı dedi ki mənə burada heç şey olmayacaq. Anamı tapa bilmirəm. Doğrudan mənə heç şey olmayacaq. Xahiş edirəm ailəmə toxunmayın. Raxav, qalx. Qırmızı kəndiri gördük. Söz verdiyimiz kimi səni və ailəni xilas eləməyə gəlmişik. Ardımca gəlin. Mən də gələ bilərəm. Sən də Rahavın evindəsən, elə deyil? Getdik. Bugün Rəbb Yerixonu xalqımız İsrailə təslim etdi. Nəhayət ki, vəd edilmiş torpağa daxil oldu. Bunun ardınca mütləq yeni döyüşlər, yeni qələbələr olacaq. İndi biz daha da əminik ki, xilasımız Allahdan gəlir. Ağam, məni və ailəmi xilas etdiyiniz üçün sizə minnətdaram. Yerin və göyün Allahı getdiyiniz hər yerdə sizinlə olsun. İndi anam, atam, ailəm və mən çayın o biri sahilində sığınacaq axtaracağıq. Raxav, sən həqiqi Allaha iman edirsən. Öz vədlərini yerinə yetirən Allaha necə inanmaya bilərəm? Burada qalıb bizimlə yaşayın. Qala bilərik? Həqiqətən qala bilərik? Bəs mənim kimi düşmən burada sizin xalqınızla necə qala bilər? Sənin kimi imanı olan qadın bizim düşmənimiz ola bilməz. Sən Allahın dostusan. İndi bildirəm ki, Rəbb Allahdır, göydə və yerdə o padşahdır. Mən və mənim evimdəkilər yalnız Rəbbə qulluq edəcəklər. Salih, qüdrətli və haqq olanı hər dil və hər tayfa tanıyacaq. Ya Rəbb, özümü sənə verirəm, ömür boyu səni sevəcəyəm. İndi bilirəm ki, Rəbb Allahdır, göydə və yerdə o padşahdır. Mən və mənim evimdəkilər yalnız Rəbbə qulluq edəcəklər. Salih, qüdrətli